Göygöl rayonunun Bəhrəmbağ qəsəbəsindəyik. Bura qəsəbə sakinlərinin şikayəti əsasında gəlmişik. Qəsəbə sakinləri bildirirlər ki, onların yaşadıkları qəsəbənin yolları uzun illərdir yararsız və bərbad vəziyyətdədir. Həmçinin sakinlər onu da bildiriblər ki, qəsəbəyə Bakı-Qazax magistral yolundan çıxış olsa da giriş yoxdur. Bu isə qəsəbə sakinlərinin Gəncə şəhərinə, o cümlədən Göygöl rayonuna gediş-gəlişində çətinliklər yaradır. Bəhrəmbağ qəsəbəsinin sakinləri kanalımıza müraciət edərək bildiriblər ki, onların yaşadıkları qəsəbənin yol, içməli su və digər sosial problemləri var. Sakinlərin sözlərinə görə onların yaşadıkları Göygöl rayonunun Bəhrəmbağ kəndinə bir müddət əvvəl qəsəbə statusu verilib. Qəsəbədə təxminən 400-dən artıq ev var. Artıq qəsəbə statusu olan yaşayış massivinin nə yolu, nə də ünvanını göstərəcək bir lövhəsi var. Kəndimizdə əsas problemlərdən birincisi bizim yolumuz. Yəni işte yoldaşda da gələndə gördü. Bərbad gündədir. Maşınla gəlmək, getmək mümkün deyil. Xəstəmiz olur, skoru vaxtında gəlib çata bilmir. O da yolla nəzərə almaq üçün yola görə gəlib çatanmır. Kəndimizdə də şəhid ailələri var, qocalar var, ölüləri düşən adamlar var. Qəbirstanlığa getməkdən ötəri çıxış yoldan yol getsən piyada gedir. Dəmirdə keçmək üçün qadınlarımızın ona, yəni qocadır, qadındır, imkan vermir ki, o dəmiri keçə. Piyada yəni getsə bir 10 dəqiqə gedəcək qəbirstanlığa, amma dəmirlərə görə keçib gedə bilmirlər. Çoxları əziyyət çəkir, məcbur olur, taksi çağırır, taksi də gəlmir. Əsas bizim yolumuz yoxdur. Giriş var, gəlir asfaltdan çıxış yoxdur. Bu da nə qədər bax, nə olsun maşınım yoxdur. Taksiyə zəng verirəm. Kənddən olan gedir. Amma şirkətdən gəlmirlər. Gecə uşağımız işdən çıxır saat 12-də, gəlir şirkət taksisi ilə. Amma körpünün üstə düşür, oradan buraya piyada gəlir. Kənd sakinləri deyir ki, qəsəbənin daxili yolunun bərbad olması bir sıra problemlər yaradır. Belə ki, qəsəbə Göygöldən çox Gəncə şəhərinə yaxın olduğundan buradan yeganə miniş vasitəsi olan mikroavtobus Gəncə şəhərinə işləyir ki, onun da köhnə olması səbəbindən şəhərə buraxılmır. Yolun bərbad olması acı nəticələrə gətirib çıxarır. Sürücülərin sözlərinə görə yolların yararsız olması onlara müəyyən problemlər yaradır. Yollarımız bərbad gündədir. Ayda 2 dənə, 3 dənə resor qırılır. Bu da hər gün nə qədər müəllim, tələbə işə girişir, gedib gələ bilmir. Bəhrəmbağ qəsəbəsinin sakinləri deyir ki, kəndin yol, içməli su çatışmazlığı, məişət tullantıları, tibb məntəqəsinin olmaması, postun qonşu kənddə olması kimi bir sıra sosial qayğıları ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də səslərinə səs verən olmayıb. Əsas birinci yolumuz yoxdur. Yolumuz bərbad formadadır. Oradan bizə yol qoymayıblar, gərək biz Quşqaradan hərrənək gələk. Heç bir yerdən bizə çıxış yolu yoxdur. Bu kəndin tablosu yox. Çıxış var kənddən, amma giriş yoxdur. Həmişə giriş olan yerdə mütləq bir tablo olmalıdır, kəndin adı olmalıdır. Gələn qonaqlarımız, gələn bir skoru çağıranda mı, ya bir şey, cavabı kəndi tapa bilmir. Azırlar, qarışıq kənddir. Ona görə də mütləq bunun çıxışı olmalıdır. Yolumuz da bərbad haldadır. İstəyimiz odur ki, kəndin girişi olsun yoldan, qılavlı yoldan, çıxışı olsun, bir də yolumuz gözəl olsun. Balalarımız böyür, palçığa, suya batırlar, məktəbə gəlməkdə çətinlik çəkirlər. Sakinlərin problemləri ilə bağlı Bəhrəmbağ qəsəbəsinin də daxil olduğu Quşqara Bələdiyyəsinə müraciət etdik. Bələdiyyə sədrinə məlumat çatan kimi əraziyə gələrək vətəndaşları dinlədi. Sədr problemlərin bir qisminin aradan qaldırıldığını, yolla bağlı isə hərəkətə başladıqlarını bildirdi. Hal-hazırda biz bunu nəzərdə tutmuşuq, biz buna balans danışmışıq. Texnikaları ayırıb burada yolun girişində işimizi aparacağıq. O yol girişindən bağlı o yol idarəsinə biz lazım olan orqanlara məktub yazıb göndərək. İndi girişlə bağlı vətəndaşların hal-hazırda bugünkü gündə fikirləri odur ki, yolun elə bir girişi var, çıxışı, giriş var, çıxış yoxdur da. Ondan bağlı lazım olan yerlərə məktub göndərəcəyik. 10 gün müddətində biz bunu planlaşdırmışıq, iş gedəcək. Əgər deyilən kimi olacaqsa, nə yaxşı. İndi qalır qəsəbənin əsas və həllini gözləyən giriş yolunun təmirinə və ünvan lövhəsinin həlli məsələsinə, o da aidiyyəti qurumlara ediləcək müraciətin nəticəsindən asılı olacaq. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Göygöl.